Əziz dövlət qulu test imtahanına hazırlaşan şəxslər, bilirəm ki, artıq test imtahanına hazırlaşarkən müəyyən məqamlar eşidirsiniz. Səriştə modelin tətbiqi çətindir, imtahandan keçmək çox çətindir, məntiq çətin düşür, informatika çətin düşür və s. və s. Bunların hər birisini çox yaxşı şəkildə başa düşürəm. Bəs yaxşı, sizin bura qədər çəkdiyiniz əziyyət necə olacaq? Onlar batıb gedəcək, yoxsa necə? Mən düşünürəm ki, əgər siz özünüzə bir şans tanısanız, doğru metodla hazırlaşsanız, doğru üsulla və doğru ünvanla hazırlaşsanız, indiyə qədər çəkdiyiniz əziyyətin heç birisi yerdə qalmaz. Əziz yoldaşlar, dövlət qulunun test imtahanından keçmək bir o qədər də çətin deyil. Sadəcə müəyyən məqamlara diqqət yetirmək lazımdır. Bu məqamlar nədən ibarətdir? Qanunvericilik başda olmaqla məntiq, informatika və Azərbaycan dilinin nəzəri cəhətdən yox, məhz praktiki cəhətdən. Yəni müəllim səni onu elmi dildə yox, loru dildə izah eləməlidir. Məhz mənim kursumda da başda mən olmaqla bütün müəllimlərimiz öz tələbələrimizə dərsləri praktiki cəhətdən, loru dildə izah edirik. Və ən vacib məqam ondan ibarətdir ki, imtahanda səriştə modeli necə sual düşürsə, imtahandan əvvəldə biz o tipli sınaq dərsləri keçiririk, ümumi sınaqlar edirik və artıq tələbələrimiz imtahana getməzdən əvvəl imtahana necə suallar düşür və ya düşmə ehtimalı olanlar nələrdir, bunlarla tanış olur. Əgər sən də indiyə qədər əziyyət çəkmisənsə, bu əziyyətin yerdə qalmasını istəmirsənsə və dövlət qulunun test imtahanında yüksək nəticə əldə etmək istəyirsənsə, buyurub bizim kursa müraciət edə bilərsən.